Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tovuz rayonunun Yuxarı Öysüylü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb. Hazırda Tovuz rayon xəstəxanasında olan azyaşlı bugün Bakıya gətirilərək Dövlət Uşaq Müəssisəsinə yerləşdiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib. Qeyd edilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı təhlükəsizliyi üçün tədbirlərə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl və Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir. Hazırda Tovuz rayon xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bugün Bakıya gətirilərək Dövlət Uşaq Müəssisəsinə yerləşdiriləcək. Xatırladaq ki, Tovuz rayon polis şöbəsinin kənd ərazisində yerləşən mənzillərin birində valideyn tərəfindən tənha buraxılan azyaşlı olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözgedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.